Axşamınız xeyir əziz şagirdlər. Bu günləri biz ismin artıq ikinci hissəsini keçəcəyik. Bugünkü mövzumuz isə ismin mənsubiyyətə görə dəyişməsidir ki, əşyanın hansı şəxsə mənsub olduğunu bildirmək üçün sözlərə artırılan şəkilçilər var ki, bunlara mənsubiyyə şəkilçilər deyilir. Və bu şəkilçilər əşyanın birinci, ikinci və üçüncü şəxslərə aid olduğunu bildirir. Təbii ki, birinci, ikinci, üçüncü şəxsin həm təkinə, həm də eyni zamanda cəminə. Mənsubiyyət kateqoriyası iki söz arasındakı sahiblik və aidlik anlayışını bildirir. Və bu kateqoriya adından da göründüyü kimi şəxs əvəzliklərlə ifadə olunan sahib anlayışı və isimlə ifadə olunan bir belə deyərdim ki, əşya anlayışından ibarət olur. Məsəl üçün Məsələn, sizin qələminiz. Bu birləşdirmədə sizin sözü şəxs əvəzliyidir və sahib olanı bildirir. Sahibliyi bildirir. Burada qələminiz ifadəsi isə artıq mənsubiyyəti bildirir. Yəni mənsub əşyanı bildirir. Və bu ifadə ikinci şəxsin cəmindədir. Mənsubiyyət kateqoriyası müəyyən şəkilçilər vasitəsilə əmələ gəlir və bu kateqoriya şəkilçiləri əşya ilə arasında münasibət yaradır. Yəni, müəyyən əşyanın hansı şəxsə mənsub olduğunu bildirir. Müasir ədəbi dilimizdə işlənən mənsubiyyət kateqoriyasının şəkil əlamətlərindən bəhs edəyindi. Deməli, ümumiyyətlə tək, cəm. Deməli, birinci şəxs, ikinci şəxs, bir də üçüncü şəxsdə. Dəftər sözünü götürək. Samitlə bitən sözlərə məsəl üçün əlavə edək. Mənim dəftərim. Sənin onun deməli, birinci şəxsin təkində hansı şəkilçisinin təkində im, ikinci şəxsin təkində in, üçüncü şəxsin təkində isə i şəkilçisi. Və birinci tərəf isə sahib olanı bildirir. Yəni, yiyəlik halıdır buradakı şəkilçilər. Əvəzliklərə artırılan şəkilçilər ki var, onlar yiyəlik halıdır. Daha sonra birinci şəxsin cəmində bizim dəftərimiz, sizin dəftəriniz, onların dəftər birinci şəxsin cəmində imiz, ikinci şəxsin cəmində iniz, üçüncü şəxsin cəmində isə i şəkilçisi ifadə olunub. Deməli, birinci tərəfdə ifadə olunan əvəzliklərdir ki, əvəzliklər mənsubiyyəti qəbul etmir, ancaq yiyəlik halda olur. Yəni, burada gördüklərimiz yiyəlik halda, ikinci hissədə gördüklərimiz isə mənsubiyyət şəkilçilərimizdir. Birinci şəxsin təkində ikinci şəxsin təkində ın üstü 4, üçüncü şəxsin təkində ı üstü 4, birinci şəxsin cəmi ımız üstü 4, ikinci şəxsin cəmi ınız üstü 4, üçüncü şəxsin cəmində isə ı üstü 4. Bunlar samitlə bitən sözlərdir. Saitlə bitən sözlərdə isə baxaq necə olur. Məsəl üçün Məsələn, mənim atam, sənin atan, onun atası, bizim atamız, sizin atanız, onların
atası. İndi baxırıq burada nəyə? Fikir veririk ki, bayaqlar biz şəkilçisi demişdik. Burada isə elə deyil. Ona görə ki, sayətlə bitən sözlərə təzədən bir də sayətlə başlanan şəkilçisi artırılmır. Həmin o şəkilçisi də ısını itirərək qoşulur sözlərə. Yəni şəkilçisi ısını itirərək qoşulur. Bu formada. Mənsubiyet şəkilçilərin hamısı milli şəkilçilərdir. 4 cür yazılır və ahəng qanununa tabe olur. Yəni mənsubiyet şəkilçilərin hamısı neçə cür yazılır? 4 cür yazılan şəkilçilərdir. Ahəng qanununa tabe olan vurğu qəbul edən şəkilçilərdir. Birinci və ikinci şəxsə aid mənsubiyet şəkilçilərini qəbul edən isimlər əşyanın əsasən insana mənsub olduğunu bildirir. Yəni birinci şəxsdə, ikinci şəxsdə insana mənsubdur. Amma üçüncü şəxsə aid mənsubiyet şəkilçisi isə əşyanın həm insana, həm də başqa əşyalara aid olduğunu bildirə bilər. Məsəl üçün onun kitabı dediyimizdə Əhmədin kitabı da deyə bilərik. Əhmədin kitabı. Yəni insana da aid ola bilər və yaxud da deyə bilərik ki, fizika kitabı. Həm də eyni zamanda başqa bir əşyaya olan aidliyini də ifadə edə bilər. Bir də dilimizdə ümumiyyətlə bəzən elə isimlərimiz olur ki, onlar yəlik halda işlənir. Mənsub əşya bildirən söz isə mənsubiyet şəkilçisiz olur. Bu vəziyyət yalnız birinci və ikinci şəxsin cəmində müşahidə oluna bilər. Məsəl üçün normalda yəlik hal üstə gəlsin mənsubiyyət bütöv cümlə üzvü olur. Lakin bəzən mənsubiyet şəkilçisi qəbul etməyə bilər ikinci tərəf. Məsələn deyirəm ki, bizim evdə çox qonaq olur. Olur nə? Qonaq. Nə qədər qonaq? Çox. Harada? Evdə. Hansı evdə? Bizim evdə. Amma olsaydı ki, bizim evimizdə məsəl üçün olsaydı davamı belə, harada? Bizim evimizdə. Artıq burada bütöv cümlə özü kimi götürəcəkdi. Yəni ki, bəzən ikinci tərəf mənsubiyet şəkilçisini ata bilər. Birinci tərəf yəlik hal şəkilçili olsa belə, ikinci tərəfdə mənsubiyet şəkilçisi ixtisarı olunarsa, bu zaman ayrı-ayrı cümlə üzvü kimi götürülür. Yox, birinci tərəf yəlik, ikinci tərəf mənsubiyyət isə bütöv cümlə üzvü kimi götürüləcəkdir. Daha sonra dilimizdə bəzi isimlərimiz var ki, onlar yəni mənsubiyyət şəkilçisi qəbul etdikdə bir qədər fərqli mənsubiyyətə görə şəkilçilər qəbul edirlər. Ümumiyyətlə, bəzən cümlədə ikinci və üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçiləri ilə işlənmiş isimlərdir. Əvvəl, şəxs əvəzlikləri mütləq olmalıdır. Yəni işlənməsi mütləq vacibdir. Çünki belə olduğu zaman biz bilə bilmirik ki, işlənmədikdə söhbət ikinci şəxsin təkindən gedir, yoxsa üçüncü şəxsin təkindən. Baxaq indi. Məsəl üçün deyirəm ki, qardaşına kitab aldı. Burada biz bilmirik ki, n bitişdiricidir. Yəni ikinci şəxsdir, bitişdiricidir buradan, yoxsa üçüncü şəxsdən söhbət gedir. Məsəl üçün biz bunun qarşısına sənin də qoya bilərik. Sənin qardaşına kitab aldı. Onun da qoya bilərik. Onun qardaşına. Sənin qoyduqda sənin qardaşın. Onu burada mənsubiyyət şəkilçisi olacaqdır. Əgər qarşısında sənin qoysaq. Çünki söz necədir? Mənsubiyyətə gəlir dəyişən necə olacaq? Mənim qardaşım, sənin qardaşın. Orada mənsubiyyət şəkilçisi olacaq. Əgər qarşısına onun qoysaq, onun qardaşı və burada n bitişdirici samit olacaq. A isə yönlük hal. Yəni biz burada ikinci şəxsdən ya da üçüncü şəxsdən söhbət getdiyini bilmək istəyiriksə, mütləq şəkildə qarşısına əvəzliyi bərpa etməliyik.
Daha sonra dilimizdə ərəb dilindən keçmiş bir sıra sözlər var ki, su, tale. Deməli, hansı sözlərimiz? Su, tale, mənafe, mənbə, mənşə. Bir də mövqe. Bu kimi sözlər, yəni mənsubiyyətə görə dəyişdikdə digər sayı da bitən sözlərdən fərqli olaraq bütün şəxslərdə yığ bitişdiricisi əlavə olunacaqdır. Məsəl üçün, mənim suyum, sənin suyun, onun suyu, bizim suyumuz, sizin suyunuz, onların suyu. Tali sözü, mənafe, mənbə, mənşə, mövqe hamısında mənsubiyyətə görə dəyişəndə digər bitişdiricilərdən yox, yığ bitişdiricisindən istifadə olunacaqdır. Ümumiyyətlə, isimlərin əlaqəyə girdiyi sözlərin tələbi ilə formaca dəyişməsinə hallanma deyilir ki, və isimlərin 6 halı var. Ümumiyyətlə, hər bir halın isə özünə məxsus halı var. Adlıq haldan başqa digər halların özünə məxsus şəkilçiləri var. Adlıq hal kimlə harasına cavab verir, heç bir xüsus şəkilçisi yoxdur. Cümlədə əsasən 4, belə deyərdim ki, mövqedə işlənə bilir. Mübtəda ola bilər, xəbər ola bilər, təyin ola bilir, bir də eyni zamanda xitab. Mübtəda qismində məsəl üçün deyə bilərik ki, oğlan çox danışır. Danışır ki, oğlan. Burada oğlan sözü adlı qaldadır, mübtədadır. Xəbərdə günahkar Əlidir. Kimdir? Əlidir. Burada Əlidir ifadəsi xəbərdir və eyni zamanda adlı qaldadır və xəbər qismində çıxış eləyibdir. Təyin olanda deyə bilərik ki, dəmir qapı döyüldü. Döyüldü. Nə? Qapı. Hansı qapı? Dəmir qapı. Biz bilirik ki, isimlər başqa bir ismin qarşısına gələrək onu təyin edə bilər və sifətləşə bilər. Dəmir sözü ayrılıqda isim olsa belə, ismin qarşısına gələrək sifətləşibdir. Bundan əlavə olaraq başqa sözlərdə misal göstərə bilərik. Dəmirdən başqa taxtadır, dəridir, ipəkdir və s. Bunlar ayrılıqda isimdir, sadəcə olaraq sifətləşə bilərlər. Burada da təyin qismində çıxış edibdir. Kitab kimi isə deyə bilərik ki, qızlar az danışın. Burada qızlar ifadəsi xitabdır. Daha sonra adlı qalda olan sözlər mübtəda vəzifəsində işlənərkən həm feil, həm də ismi xəbərlə əlaqəyə girə bilərlər. Həm feili, həm də ismi xəbərlə. Bundan əlavə olaraq adlı qalda olan isimlər ismə aid olan 4 qrammatik şəkilçi kateqoriyasını qəbul edə bilmirlər. Çünki onların xüsusi şəkilçisi yoxdur. Normalda ismə aid kateqoriyanızda cəmdir, haldır, mənsubiyyətdir, bir də şəxs sonluğudur. Amma bunlardan hal şəkilçisi qəbul etmir, çünki hal şəkilçisi olmur adlı qalda. Cəm mənsubiyyət şəxs şəkilçisi qəbul edə bilər. Məsəl üçün deyə bilərik ki, adlı haldadır, cəm qəbul etdi, mənsubiyyət qəbul etdi, bir də şəxs sonluğu qəbul etdi.
Adlı qaldı olan isimlər başlanğıc formada işlənə bilər, həm də işləməyə də bilər. Məsəl üçün qələm sözünü götürək. Qələm sözü həm adlı qaldadır, həm də eyni zamanda başlanğıc formadadır. Amma ki biz bunu məsəl üçün cəm şəkilçisi və yaxud da ki belə deyim, hal şəkilçisi qoşduq. Yəni hal şəkilçisi deməyim, cəm şəkilçisi, məsbət şəkilçisi, şəxs sonluğu qoşduğumuz zaman bu söz adlı qaldı ola bilər. Lakin başlanğıc formada olmayacaqdır. Çünki başlanğıc formada olan sözlərin sonunda heç bir qrammatik şəkilçi işləmir. Məsəl üçün olsa qələmlər, bu artıq adlı halda olduğu halda başlanğıc formada olmayacaq. Bir də ki, söz birləşməsi və cümlələrdə sifətləşmiş isimlərimiz vardır ki, onlar da adlı halda olur. Bunu əslində bayaqları vurğuladım, bir daha vurğulamaq istəyirəm. Məsəl üçün deyə bilərik ki, qızıl saat, taxta qapı və yaxud da ki dəmir saat və s. Yəni ki, bu sözlər necə sualına cavab verirlər, lakin eyni zamanda bunlar isimdir. Yəni isimdir, sadəcə olaraq sifətləşi bilər. Sifətləşsələr belə morfoloji baxımdan yenə də isim olaraq qalarlar. Bir də adlı qaldı olan isim qoşmalarla işlənə bilər. Məsəl üçün deyə bilərik ki, şagird üçün Əhməd ilə uşaq kimi və s. Gələk biz indi yelik hala. Yelik haldan danışaq. Yelik hal özü iki yerə bölünür. Müəyyən, bir də eyni zamanda qeyri-müəyyən yelik hal. Yelik halda işlənən isimlər özündən sonra gələn sözlə əlaqələnərək əşyalar, şəxslər arasında sahiblik mənasını bildirir. Kimin, nəyin, haranın, kimi suallara cavab verirlər. Məsəl üçün deyə bilərik ki, və birinci deməli yelik halı söz özündən sonra mənsubiyyət tələb edir və birinci tərəfi əks etdirir. Məsəl üçün baxaq, uşağın dəftəri. Burada yelik bildirdiyi üçün, sahiblik bildirdiyi üçün deməli sahiblik bildirən hansı tərəfdir? Bu sözdür. Və buradakı ın yelik haldır. Dəftəri sözündəki i isə mənsubə şəkilçisidir. Daha sonra həm də sual verək, kimin dəftəri? Yelik hal kimin, nəyin, haranın sualına cavab verir. Daha sonra yelik hal dedik ki, müəyyən və qeyri-müəyyən yelik hal olur. Müəyyən yelik hal konkret şəkildə yelik məzmunu bildirir. Və daha sonra samitlə bitən sözlər yelik halda ın, saitlə bitən sözlər isə nın şəklində olacaqdır. Məsəl üçün deyək ki, Həsənin dəftəri. Burada ın şəklindədir. Bir də deyirəm ki, Leylanın dəftəri. Kimin? Leylanın. Burada artıq n bitişdirici samiti də əlavə olunacaqdır. Mən və biz əvəzlikləri yelik halda istisna əvəzliklərdir ki, normalda yelik hal ın şəkilçisi qəbul edir. Amma əvəzliklərdən mən, bir də biz əvəzlikləri vardır ki, onlar yelik halda ın yox, ım şəkilçisi qəbul edirlər. Bir də müəyyən yelik halda olan isim bir qayda olaraq özündən sonra mənsubə şəkilçili söz tələb edir. Bu zaman ismi birləşmə əmələ gəlir. İsmi birləşmənin isə aslı tərəfi kimi çıxış edir. Məsəl üçün deyə bilərik ki, parçanın rəngi. Kişinin əmanəti. Burada
birinci tərəf yiyəlik aldı. İkinci tərəf mənsubiyyət. Ümumiyyətlə bu dediyim qayda hər yiyəlik aldı olan sözə aiddir. Yəni birinci tərəf əgər yiyəlik üstəgəl mənsubiyyət varsa, birinci tərəf yiyəlikdir, ikinci tərəf mənsubiyyətdir. Bir də ki, yiyəlik halda olan söz müstəqil şəkildə bir cümlə üzvü ola bilməz. Yiyəlik halda olan söz bir tək müstəqil şəkildə xəbər ola bilir. Yəni başqa halda zərflikdir, tamamlıqdır və yaxud da belə deyim ki, hissə. Bu kimi cümlə üzvlərinin heç birində iştirak edə bilmir. Zərflik, tamamlıqda. Bir də yiyəlik hal, daha doğrusu yiyəlik deyirəm, təyin ola bilməz. Yalnız müstəqil şəkildə mənsubiyyət şəkilsiz işlənə bilir, o da xəbər formasında. Məsəl üçün deyə bilərəm ki, kitab Leylanındır. Kimin deyil, kimin sualına cavab verdi və ın şəkilçisi var. Bu yiyəlik haldadır və yalnız xəbərdir. Qalan vaxtlarda isə yiyəlik hal özündən sonra mənsubiyyət tələb edir və müstəqil şəkildə yiyəlik hal heç bir cümlə üzvü ola bilməz. Bir də ki, müəyyən yiyəlik olduğun isim yenidən hal şəkilçisi artırmaq olmaz. Lakin mənsubiyyət şəkilçili bir sözə hal şəkilçisi əlavə edə bilərik. Məsəl üçün, sənin məktəbin. Buradakı ın yiyəlikdir. Buradakı isə mənsubiyyətdir. Yiyəlik hal, ümumiyyətlə bir sözə 2 dənə hal şəkilçisi artırılmır. Amma mənsubiyyət şəkilçili sözə biz hal artıra bilərik. Sənin məsəl üçün məktəbinin qapısı. Burada birinci il mənsubiyyət, ikinci il isə yiyəlik haldır. S da təzədən mənsubiyyətdir. İkinci şəxsin təkinin mənsubiyyət şəkilçisi qəbul olunan sözün əvvəlinə sənin əvəzini artırmaq olar. Məsəl üçün, ikinci şəxsin təki. İkinci şəxsin təkinə nə qoya bilərik? Dəftərin, yəni sənin dəftərin. Biz bunu asanlıqla qarşısına sənin əvəzini qoya bilərik. Məsəl üçün, sənin dəftərin məndədir. Ancaq ki, deməli burada kitabın sözü mənsubiyyət şəkilçisindədir. Kitabın və ya da dəftərin. Bir də deyirəm ki, kitabın üzü cırıldı. Artıq burada sənin kitabın üzü cırıldı mənasızlaşır. Sənin kitabın üzü. Yox. Burada sənin kitabının üzü cırıldı deyə bilərdi. Amma burada ikinci bir ın yoxdur axı. Kitabın üzü cırıldı deyilir. Burada isə artıq ın şəkilçisi yiyəlik hal şəkilçisidir. Bir də var qeyri-müəyyən yiyəlik hal. Qeyri-müəyyən yiyəlik halın adlı halın sualları eynidir. Yəni, nə sualına cavab verə bilirlər. Amma adlı qaldı olan söz, nə sualına əlavə olaraq kim və hara sualına cavab verə bilir. Amma qeyri-müəyyən yiyəlik hal yalnız nə sualına cavab verir. Sahiblik yiyəlik məzmununu ifadə edir. Lakin birinci tərəfdə ın şəkilçisi olmur. Biz onu bərpa edə bilirik. Məsəl üçün, pəncərə şüşəsi. Və yaxud da ki, biz bunu nətər bərpa edirik? Ürəyimizdə pəncərənin şüşəsi deyə bilirik, eləmi? Və yaxud da deyirəm ki, atalar sözləri. Ataların sözləri bərpa edə bilirik. Qeyri-müəyyənlik halda işlənmiş söz həmişə özündən sonra mənsubiyyət şəkildə söz tələb edir.
və birlikdə mürəkkəb cümlə üzvü kimi çıxış edir. Yəni biz bunu parçalamırıq. Bu zaman bunların arasında demək olar ki, başqa söz əlavə etmək olmur. Ümumiyyətlə qeyri-müəyyənlik çal üstəgəl mənsubət olanda əlavə bir söz əlavə edə bilmirik. Bir də ki, qeyri-müəyyən yəlik hallı söz çox zaman müəyyən yəlik hala çevrilə bilir. Lakin bütün qeyri-müəyyən hallı sözləri müəyyən yəlik hala çevirmək olmur. Bunun əsas səbəbi budur ki, mənsubə şəkilçi sözün həmin sözə faktiki olaraq aid olmaması və sahiblik yəlik məzmunu yox, ümumilikdə ad bildirməsidir. Məsələn, bazar günü. Biz burada yəni qaydaya əsasən bazarın günü deyirik. Amma məzmuna baxanda biz bazar insan deyil axı onun da günü ola. Biz ya anlayışını bildirən bir sözə biz konkret olaraq yəlik hal deyirik. Burada da yəlikdir, qeyri-müəyyənlik haldır. Amma ki burada aidlik faktoru yoxdur. Bir də qeyri-müəyyənlik hallı sözləri adlı-qallı qarşılaşdırmamaq üçün nəyə diqqət etmək lazımdır? Qeyri-müəyyənlik halda olan sözdən sonra mütləq üçüncü şəxsin təkil mənsubiyyəti olmalıdır. Tək işlənmir. Məsəl üçün deyək ki, yanvar gecəsi qar çox yağdı. Burada yanvar gecəsi silə bilirik ki, bu mənsubiyyətdir. Və yanvar gecəsi, yanvarın gecəsi. Bu qeyri-müəyyənlik halda olan sözdür. Lakin adlı qalda olan sözdən sonra üçüncü şəxs təkinin mənsubiyyət şəkilçili sözün işlənməsi tələb olunmur. Nigar televizoru söndürdü. Adlı qalda olan söz ilə qeyri-müəyyənlik halda olan sözün sintaktik vəzifəsi də fərqlidir. Adlı qallı söz cümlədə əsasən mübtəda olur, qeyri-müəyyənlik hallı söz isə mənsubiyyət şəkilçili sözlə birlikdə cümlə üzvü ola bilir. Mürəkkəb cümlə üzvü olur. Adlı qalda işlənmiş sözə müəyyən yəlik halının şəkilçisini artırsaq, cümlənin mənası pozular. Ancaq qeyri-müəyyənlik halda olan sözü müəyyən yəlik halına çevirsək, cümlənin mənası pozulmur. Biz buna ayının desək, məzmun pozulacaqdır. Çünki adlı qaldı. Amma ki, qeyri-müəyyənlik halda ayı daşın parçaları ilə oynayırdı. Bəli, burada daş artıq qeyri-müəyyənlik haldadır. Adlı qalda olan sözlə qeyri-müəyyənlik halda işlənmiş söz sintaktik əlaqəsinə görə də fərqlənir. Adlı qalda olan söz xəbərin özü ilə ulaşdırılır. Qeyri-müəyyənlik halda olan söz isə xəbərin özünə tabe edə bilmir. Yönlük hal əl şəkilçisi vasitəsilə düzəlir. Yön, istiqamət, çatacağımız son nöqtəni ifadə eləyir. Kimə, nəyə, haraya, nə məqsədlə kimi suallardan birinə cavab verir. Sonu A, ə ilə bitən sözlərimiz vardır ki, onlara biz şəkilçisi əlavə etdikdə, yəni yönlük hal əlavə etdikdə söz kökünü ikinci saytı qapalı sayta keçir. Məsəl üçün deyək ki, dəvə sözünə baxaq. Sonu A ilə, ə ilə bitirir və ona yönlük hal artıranda dəvəyə olur. Tələffüz əsnasında söz kökündəki ikinci saytimiz dəyişəcək və tələffüz zamanı dəviyyə olacaq. Və bu, sonu A, ə ilə bitən bütün sözlərimizə demək olar ki, aiddir. Yəni, söz kökünü ikinci
hecrasındakı sayit qapalı saytlərdən birinə keçmiş olacaq. Kölcəyə kölcüyə, babaya babaya, xalaya xalaya və s. Yönlük halda işlənən isimlər həm feili, həm də ismi xəbərlə sintaktik əlaqəyə girə bilər. Yönlük halda işlənən sözlər cümlədə adətən tamamlıq ola bilir, zərflik ola bilir, ismi xəbər kimi çıxış edə bilirlər. Məsəl üçün deyirəm ki, bizə sözü var. Kimə? Bizə. Bu tamamlıqdır. Daha sonra Bakıya gedirəm. Gedirəm haraya? Bakıya. Bu zərflikdir. Bir də mənə deyirəm ki, sözüm sənədir. Kimədir? Sənədir. Burada isə artıq xəbərdir. Və yönlük halda olan sözlər adətən məqsəd zərfliyi kimi də işlənə bilir. Məsəl üçün deyirəm ki, oxumağa gedirəm. Və yaxud da ki, oxumağa gedirəm, oxumaq üçün gedirəm demək olur da. Yəni məqsədimiz nədir? Oxumaq. Bunun üçün gedir. Bu məqsəd zərfliyidir. Yönlük halda olan sözlər qoşmalarla da işlənir. Məsəl üçün deyirəm ki, evə tərəf yollandı. Haraya? Evə tərəf. Yönlük halda olan sözlər bəzən fərqli məna bildirə bilər. Yəni yön və istiqamət bildirməz. Onun əvəzinə isə yəni ki, yön istiqamət deyil, kəmiyyət mənası bildirə bilər. Deyə bilərik ki, dəftəri 5 manata satıb. Burada artıq kəmiyyət bildirir. Yəni ki, burada yön istiqamət mənasını ifadə eləmir. Tərsilik hal I və N şəkilçiləri vasitəsilə düzəlir. Kimi, nəyi, haran suallarından birinə cavab verir. Hərəkətin, işin, təsir obyektini, yəni üzərində iş icra olunan əşyanı bildirir. Dəftəri, kitabı, qələmi və s. Təsirlik halda olan isimlər bütün feillərlə deyil, yalnız təsirli feillərlə əlaqələnə bilər. Üzərində iş icra olan obyektin müəyyən və qeyri-müəyyən olmasından asılı olaraq təsirlik halda yəlik hal kimi müəyyən təsirlik hal və qeyri-müəyyən təsirlik hallara bölünür. Müəyyən təsirlik hal ümumiyyətlə şəkilsizlikdir. I şəkilçisi vasitəsilə düzəlir. Məsəl üçün deyirəm ki, mən kitabı oxumuşam. Nəyi? Kitabı. Və yaxud da ki, Laləni axtarıb tapmalıyıq. Kimi? Laləni. Yəni, bütün bunlar sözün müəyyən təsirlik halda olduğunu bildirir. Bir də ki, müəyyən təsirlik hal eyni zamanda konkret əşyanı bildirdiğinden bu tür sözlerden istifadə edən zaman biz onun qarşısına bu, həmin və o işarə əvəzliklərini qoya bilərik. Deyirəm ki, əti doğra,
biz onun qarşısına qoya bilərik. Məsələn, bu əti doğra və yaxud da həmin əti doğra və s. Müəyyən təsirli hallı sözü üçüncü şəxsin məsbə şəkilçisi qəbul etmiş sözlə qarışdırmamaq lazımdır. Bəs bunu necə edək ki, biz qarışdırmayaq? Təsirli hal şəkilçisi qəbul etmiş söz hərəkətin təsir etdiyi obyekti bildirir. Məsbə şəkilçili söz isə əşyanın mənsubluğunu bildirir. Əsəri oxu. Oxu. Bir deyirəm ki, əsəri gözəldir. Burada məlum məsələdir ki, əsəri gözəldir deyirəmsə, kiminsə əsərindən söhbət gedir, mənsubluqdan söhbət gedir. Yəni ki, bunun qarşısında biz asanlıqla onun əsəri gözəldir deyə bilirik. Deməli, buradakı mənsubiyyət şəkilçisidir. Amma əsəri oxu, onun əsəri oxu demək olmur. Nəyi oxu, əsəri oxu, bu təsirli haldır. Müəyyən təsirli halda işlənmiş söz qoşmalarla işlənə bilmir. Məsələn, deyək ki, qızı üçün tapşırıb. Gedib buradakı şəkilçisini təsirli hal götürə bilmərik. Bir mənalı olaraq qayda budur ki, təsirli hal qoşmalarla işlənmir. Deməli, burada kimdən söhbət gedir? Onun qızı. Bu söz adlı haldadır, mənsubə şəkilçilidir. Bu şəkilçisi mənsubiyyətdir. Üçüncü şəxsin təkinin mənsubiyyəti. Təsirli halda olan söz xəbərli şəkilçisi qəbul etməz. Amma mənsubə şəkilçili söz xəbərli şəkilçisi qəbul edə bilər. Bacısını axtarır. Kimi? Bacısını. Burada təsirli haldadır. Bir də deyirəm ki, Əlinin bacısıdır. Artıq buradakı bacısıdır ifadəsi mənsubə şəkilçili sözdür. Çünki təsirli hal nə şəxs xəbəri şəkilçisi qəbul etmir və təsirli hal nədir ki, nədir onada? Xəbərli şəkilçisi qəbul etmir. Bir də bizim bəzi sözlərimiz var ki, onlar təsirli hal şəkilçisi qəbul etdikdə bitişdirici samit olaraq, bitişdirici samitindən mənsubə şəkilçisində isə yığdan istifadə olacaq. Deməli, təsirli halda mənsubiyyət zamanı sığ bitişdirici samitindən istifadə olunacaq. Məsələn, deyirəm ki, atanı dinləmək. Burada təsirli haldır. Bir də deyirəm ki, onun atası. Buradakı sı mənsubiyyət olduğunu göstərir. Əslinə qalsa, atanı dinləmək sözü də iki cür başa düşülür. Sənin atanı, burada sənin atan mənsubiyyət, burada təsirli hal. Bir də deyə bilərik ki, kimi dinləmək sadəcə olaraq atanı dinləmək. Burada artıq bitişdirici samit rolunda olur və təsirli hal olur. Yəni ki, mənsubə şəkilçili söz kimi düşünmək olmur. Yəni mənsubiyyət və hal yox, təkcə hal kimi düşünülür. Bir də var qeyri-müəyyən təsirli hal. Qeyri-müəyyən təsirli halın yaranmasında xüsusi şəkilçi iştirak etmir və yalnız nə sualına cavab verir.
Hər zaman xəbərin yanında işlənir. Hər hansı birləşmə tərkibində olmazsa cümlədə tamamilə yolda çıxış edəcəkdir. Qeyri-müəyyən təsdiq hallı sözlər müəyyənləşdirilmiş sözlərlə işlənə bilir. Daha çox qeyri-müəyyənlik bildirən bir sözü ilə işlənə bilər. Şagird istəyirəm ki, sualları cavablasın. Aha, feilin qabağında gəlib. Əslində burada necə olmalıdır? Müəyyənə çevirəndə şagirdi istəyirəm. Və yaxud da ki, bir şagird istəyirəm. Qeyri-müəyyənlik bildirən bir sözündən istifadə oluna bilər. Və yaxud da arda qalda işlənmiş sözlərlə, isimlərlə qeyri-müəyyən təsdiq halda işlənmiş sözləri qarışıq salmamaq üçün nələri bilmək vacibdir? Adlı qalda işlənmiş söz həm təsirli, həm də təsir feillərlə işlənə bilər. Qeyri-müəyyən təsirli qalda isə ancaq təsirli feillərlə. Adlı qalda işlənən söz nə suala cavab verir? Mübtəda olur. Qeyri-müəyyən təsirli qalda söz ancaq tamamlıq ola bilər. Adlı qalda işlənmiş sözə təsirli qalda şəkilçisi artırsaq cümlənin mənası pozular və heç də dəyişər. Hər şey dəyişər. Qeyri-müəyyən təsdiq hallı sözə isə müəyyən təsdiq şəkilçisi qoşduqda heç bir məna pozuntusu olmur. Deyirəm ki, ovçu tülkü gördü. Ovçu tülkünü gördü deyə bilirik. Amma ovçunu tülkünü gördü, ovçunu tülkü gördü demək olmur. Deməli bu adlı qaldadır. Bu isə qeyri-müəyyən təsdiq halda olan bir sözdür. Təsdiq halda işlənən sözlərin ismin digər hallarından fərqləndirən əsas cəhət budur ki, xəbəri şəkilçisi qəbul etmir, heç nə xəbər ola bilmir. Yeri sahib şəxs bildirdiyindən ancaq ismi birləşməli sözlərlə əlaqələnir. İsimləşə bilən sözlərlə əlaqələnir. Təsdiq hal isə adına da gördüyü kimi hərəkətə təsir göstərdiyi obyekti ifadə etdiyindən ancaq feillə bağlanır. Heç vaxt isimlə əlaqələnmir. Buna görə də yəlik hal ismi təsdiq hal isə ancaq feili birləşmənin asıl tərəfi olur. Deməli, təsdiq hal heç vaxt xəbər ola bilmir. Yəlik hal isə yalnız müstəqil şəkildə xəbər ola bilir. İsmi xəbər. Yəlik hal. Yəlik hal dadə şəkilçisi vasitəsilə düzəlir. Kimdə, nədə, harada suallarına bir də cavab verir. Məsəl üçün deyirəm ki, gündəlikdə maraqlı yazı var. Harada? Gündəlikdə. Artıq buradakı gündəlikdə ifadəsi yeylik halda olan bir sözdür. Daha sonra bəzi isimlər vardır ki, yeylik hal şəkilçisi qəbul etdikdə zaman məzmunu bildirib cümlədə zaman zərfliyi də ola bilər. Tənəffüsdə mən onu gördüm. Mən onu nə zaman gördüm? Tənəffüsdə olan zaman. Normalda kimdə, nədə, harada suala cavab versə də bəzən nə zaman sualına da cavab verə bilər. Yeylik halda işlənmiş sözlər həm feili, həm də ismi xəbərli cümlələrlə işlənə bilər. Və yadda saxlayaq ki, təsirli hal kimi yeylik halda işlənən sözlər də əsla və əsla qoşmalarla işlənməz.
Çıxışlı qal. Çıxışlı qalda işlənən sözlər dandən şəkilçisi vasitəsilə düzəlir. Kimdən, nədən, harada suallarından birinə cavab verin. İş və hərəkətin çıxış, yəni başlanğıc nöqtəsini bildirir. Deyə bilərik ki, qardaşım Bakıdan gəlir. Artıq çıxış nöqtəsi haradır? Bakıdır. Çıxışlı qal heç də həmişə, yəni ki, bəzən çıxış nöqtəsini bildirmir. Bəzən yerlik hal məqamında və çoxluğun aza münasibətini bildirən ismi birləşmə yaradır. Deyə bilərik ki, uşaqlardan üçü çoxluğun aza nisbətini bildirir. Bu dal əslində ın əvəzinə işlənmişdir. Uşaqların üçü deməkdən uşaqlardan üçü. Və yaxud da ki, heyvanlardan beşi, meyvələrdən ikisi və s. Çıxışlı qalda işlənən sözlər yönlük halda işlənən sözlərin əksidir bir növ. Yönlük hal bitiş nöqtəni bildirir, son nöqtəni bildirir. Çıxışlı qal isə başlanğıc nöqtəni ifadə edir. Çıxış nöqtəsini bildirir. Evə getmək, bir də evdən getmək. Sonu n samitləri ilə bitən sözlər vardır ki, çıxışlı qal şəkilçisi qəbul edəndə nan kimi tələffüz olunur. Deyə bilərik ki, anamdan tələffüz zamanı sözümüz m ilə bitdiyi üçün olacaqdır anamdan. Və üçüncü şəxsin təkinə məsbə şəkilçisiləri qəbul edən sözlər də növ bitişdirici samiti tələb edə bilirlər. Məsəl üçün, atasından və bu zamanda dan şəkilçisi nan kimi tələffüz olunacaqdır. Çıxışlı qalış söz cümlə üzvü kimi də tamamlıq, zərflik, daha sonra səbəb zərfliyi, yer zərfliyi və xəbər ola bilir, ismi xəbər ola bilir. Deyirəm ki, dostum İsmailidandır. Hardandır? İsmaildandır. Buradakı ismi xəbərdir. Deyirəm ki, istidən yoruldu. İstidən tərlədi. Tərləməyində səbəb var da. Nə üçün? Niyə? Nə səbəbə? İsti olduğu üçün. Deyirəm ki, kitabdan oxu. Nəydən oxu? Kitabdan. Nəydən sonra cavab verirsə tamamlıqdır artıq. Çıxışlı hal qoşmalarla işlənə bilər. Deyirəm ki, Əlidən başqa. Hamıdan artıq və s. Yəni çıxışlı hal qoşmalar da işlənə bilir. İndi gələk biz halların amonimliyinə.
Halların homonimliyi. Halların homonimliyində birinci biz yerlik haldan başlayaq. Yerlik hal. Yer şəkilçisi. I şəkilçisinin homonimliyi. I şəkilçisi feildən isim düzəldir. İsim. Eyni zamanda ikinci şəxsin təkinin mənsubu ola bilir və eyni zamanda əmr şəkli ikinci şəxsin cəm şəkilçisi elmdir. Məsəl üçün deyək, səpin başlandı. Nə başlandı? Səpin. Burada səpmək feilindən səpin ismi yaranıbdır. Hətta buna sözlərdə misal göstərmək olar. Feildən isim düzəldir. Səpin, əkin və s. İkinci şəxsin təkinin mənsubiyyəti dediyi biz bayaqlarım qarşısına sənin sözünü qoya bilərik. Deyirəm ki, kitabın məndədir. Yəni sənin kitabın. Sənin qoya biliriksə artıq buradakı yerlik haldır. Və yaxud da ki, deyirəm ki, məktəbə gəlin. Nə edin? Gəlin. Məlum məsələdir ki, yerlik hallı söz nə edin sualına cavab verməyəcək. Burada əmr şəklidir, əmr məzmunu bildirən sözdür. Nə edin? Məktəbə gəlin. Deməli, bu yerlik halın homonimliyidir. Daha sonra biz danışaq yönlük haldan. Ümumiyyətlə, bütün hal şəkilçilərimizin homonimliyi var. Yönlük hal. Yönlük hal arzu şəklini düzəldir. Feilin arzu şəklini. Eyni zamanda daha doğrusu yönlük hal demək buna AL şəkilçisi yəni. AL şəkilçisi həm arzu şəklində olur. Yəni arzu şəklini düzəldir, həm də feildən düzəldir. Məsələn, yara əlimi ağrıdır. Əlimi nə ağrıdır? Yara. Yarmaqdan yara ismi yaranıbdır. Feildən isim yaradıb. Arzu şəklində dərsləri oxuya. Nəyi də oxuya. Buradakı A artıq yönlük hal yox, arzu şəklidir. Təsirli hal. İsim düzəldir, feildən düzəldir. Yəni leksi şəkilçidir, mənsubiyyət şəkilçisidir. Daha sonra isə isimdən sifət düzəldir. Məsələn, baxaq. Çəki çoxdur. Nə çoxdur ki? Çəkmək feilindən çəki ismi yaranıbdır. İsim. Yəni feildən isim düzəlibdir. Deyirəm ki, başqa. Kitabı məndədir. Az öncə dedik ki, qarşısına onun qoya bilsək, onun kitabı məndədir. Mənsubiyyət.
isimdən sifət düzəldə bilər. Məsələn, deyə bilərik ki, qızılı rəng. Necə rəng? Qızılı rəng. Qızıldan qızılı yaranıbdır. Yerlik hal şəkilçisinə baxaq. Dadə şəkilçisi vasitəsilə düzəlir və zərf düzəldən şəkil amonimdir. Məsələn, biz deyə bilərik ki, birlikdə güclüyük. Necə güclüyük? Birlikdə. Birdən birlik, birlikdən birlikdə. Və yaxud da deyə bilərəm ki, gündə bizə gəlir. Nə zaman bizə gəlir? Gündə. Buradakı gündə sözü nə zaman sualına cavab verir və zaman zərfliyi rolundadır. Ne zaman, necə sualına cavab verirsə, zaman zərfi, daha doğrusu zərf yaradıbdır. Amma kimdə, nədən suallara cavab verir? Çıxışlı qal. Çıxışlı qal şəkilçisi dandən, o da isim düzəldən şəkilçidir, isim düzəldir. Nən Güldan ismi yaranıbdır. İsim düzəldən şəkilçidir. İsimdən isim. Zərf düzəldən şəkilçisi də ola bilər ki, məsəl üçün deyim ki, çoxdan demişdi. Nə zaman demişdi? Çoxdan demişdi. Burada isə artıq zaman zərfliyi bildirir. Zaman zərfliyini düzəldir. Zərfini də doğrusu düzəldir. Deməli, çıxışlı qal şəkilçisi olan dandan isim düzəldən şəkilçidir, zərf düzəldən şəkilçidir və eyni zamanda da hal şəkilçisi ola bilir. Dilimizdə bəzi hecalı simlərdə son saitlər düşür və onlar da iki kateqoriyadan ibarətdir. Bir, ərəb və fars mənşəli sözlər. Bir də eyni qaydada milli mənşəli sözlər. Ərəb və fars mənşəli sözlərə biz saitlə başlanan həm hal, həm də mənsub şəkilçisi artırsaq, saitlə başlanan hal, bir də mənsub şəkilçisi artırsaq, onun son saitləri düşəcək. Bu sözlərimiz hansılardır? Abır, həya. Təbii ki, zarafatdır. Həya sözü yoxdur onların içərisində. Daha sonra abır sözü var. İsim, cisim, qisim, xeyr, fəsil, nəsil, zihin, izin, ömür, sətir və s. Şəkil, yəni abırdı, isimdir, qisimdir, cisimdir, nəsildir, səbirdir, fikirdir, qəbirdir, xeyirdir, qədirdir, ömürdür, sinifdir, eyibdir, şəkildir, əsildir və s. Bunlar ərəb və fars mənşəli sözlərdir ki, biz bunlara saitlə başlanan istənilən bir şəkilçi artırdıqda bunlarda düşmə baş verəcəkdir. Lakin milli mənşəli sözlərimiz var ki, onlara yalnız mənsubiyyət şəkilçisi artırdığımız zaman düşmə olacaq.
artırdıqda düşmə olacaqdır. Bunlar ən çox bədən üzvlərimizlə bağlı olan sözlərimiz var ki, onlardır. Beyin, ağıl. Yəni ağıl sözü iki məna daşıyır. Burada ağıl, beyin anlama mənasında olan ağıldan söhbət gedir. Qoyun. Qoyun dediğim zaman heyvan qoyun yox, qucaq mənasında olan qoyundan söhbət gedir. Alın, burun, ağız, boyun, çiyin, qarın. Baxın, beyin, ağıl, qoyun, alın, burun, ağız, boyun, çiyin, qarın. Bu bədən üzvlərimizə bağlı olan sözlər. Daha sonra isə əyin, qayın, könül və ovuc sözləri. Deməli, ərəb fars mənşəli sözlərdə saitlə başlanan istər hal, istər mənsubə şəkilçisi varsa, ikinci hecasındakı saitimiz düşəcək. İndi nümunələr üzərinə baxacağıq. Amma milli mənşəli sözlərdə yalnız mənsubiyyət şəkilçisi artırdıqda ikinci hecasındakı sait düşə bilər. Yəni, hal şəkilçisi qəbul edəndə düşmə olmayacaq. Bunlar beyindir, ağıldır, qoyundur, alındır, burundur, ağızdır, könüldür, daha sonra qayındır, ovucdur və s. bu kimi sözlərdir. İndi gəlin nümunələr üzərindən baxaq görək. Sinifə yeni şagird gəldi. Gəldi sinifə. Sinif sözü millidir yoxsa alınmadır? Az öncə də bildirdik ki, alınmadır. Ona görə də hal şəkilçisi qəbul edib düşübdür, normal bir haldır. Düzdür yəni. Deyirəm ki, oğlun uğuru ananı sevindirdi. Oğul sözü millidir, alınma. Az öncə dedik ki, millidir. Milli sözlərdə mənsubə şəkilçisi artırdıqda düşmə olurdu. Oğlun uğuru. Axı uğur burada o mənsubiyyət, deməli bu yəlik haldır. Yəlik haldadırsa bunda düşmə olmalı değildir. Bu yanlışdır. Oğlun uğuru yox. Oğulun uğuru olmalıydı. Çünki hal şəkilçisi qəbul edəndə milli mənşəli sözlərdə düşmə olmur. Yalnız mənsubə şəkilçisində olur. Bu getdi. Daha sonra. Deyirəm ki, əyni nazikdir. Bir neçə nümunə yazacağım buradan. Şəkli gözəldir. Əyni nazikdir. Əyin sözü millidir, alınma. Əyin sözü millidir. Bəs burada düzgün mü yazılıbdır? Onun əyni. Bəli, buradakı mənsubiyyətdir. Milli sözlərdə də mənsubə şəkilçisi artırılanda kökdəki son sait düşür, düzdür. Şəkli gözəldir. Onun şəkli gözəldir. Bəli. Ümumiyyətlə, şəkil sözü alınma mənşəlidir. Burada mənsubiyyətdir, lakin halda olsaydı yenə düşmə olacaqdır və bu düzdür.
Burunun ağrısı pisdir. Burun. Dedi ki, bədən üzvlərimizlə bağlı olan sözlərimiz ki var. Bunlar milli mənşəlidir. Milli mənşəlidə hal şəkilçisi yox, mənsubiyyə şəkilçisi artanda düşmə olmalıydı. Və baxırıq ki, burada hal şəkilçisidir. Nədir onun adı? Saxlayıb ki və təbii ki, saxlamağı normaldır. Ona görə də bu da doğrudur. Düşmə hadisəsi olmayıbdır. Olmaz. Bir neçə də nümunə var orada. Məsəl üçün var. Beyni var. Oğlu var. Sinifi şəkli könlü ağzı və s. Hansının hal yoxsa məsbət olduğunu dəqiq şəkildə bilmək olmur desək, məlum məsələdir ki, cümlə daxilində işlətmədiyi üçün alınma mənşəli sözlər deyəcək. Nə üçün? Çünki alınma mənşəli sözlərdə hal və məsbət qəbul edəndə hər iki halda düşmə baş verir. Məsbət şəkilçisi qəbul edəndə düşmə olsa, bu sözü adlı kallı söz kimi düşünürük. Hal şəkilçisi varsa da təsirli hal kimi düşünürük. Və biz tuta bilmirik ki, cümlə daxildə olmadığı üçün bu söz hal şəkilçisi qəbul etdiyi üçün düşüb, yoxsa məsbət qəbul etdiyi üçün düşübdür. Adlı təsirli halda olduğunu bəlli edə bilmirik. B sözü millidir. Bilirik ki, milli sözdə onsuz da məsbət artında düşmə olur və bu söz adlı qaldadır. Oğlu sözü düşməsi yoxdur. Milli mənşəlidə düşmə yoxdur. Məsbət olsaydı düşərdi. Bu söz təsirli haldadır. Sinifi sözü alınmadır, düşmə olubdur, amma bilmirik ki, bu düşmə mənsubiyyətə görədir, yoxsa hala görədir. 1. Şəkli sözü alınma sözdür, düşmə hadisəsi var, amma bilmirik ki, mənsubiyyətə görədir, yoxsa hala görədir. Bu sözdə götürəcəyik. Könül sözü millidir, baxmırıq, ağız sözü millidir, baxmırıq. Deməli, burada 2 sözümüz var ki, biz onun hal yoxsa mənsubiyyət qəbul etdiyini bilmirik. Daha sonra şəxs və xəbərli şəkilçilərinə gəldikdə şəxsə görə dəyişmə. Azərbaycan dilində isimlər şəxsə görə şəxs xəbərli şəkilçilərinin vasitəsilə dəyişir. Və yalnız insan anlayışı bildirən isimlər bütün şəxslər üzrə dəyişə bilər. Birinci və ikinci şəxslər yalnız insan anlayışı bildirir. Belə nəticə çıxara bilərik ki, bütün isimlər bütün şəxslər üzrə şəxsi və kəmiyyətə görə dəyişə bilmir. Şəxs şəkilçiləri aşağıdakılardır. Birinci şəxs ikinci şəxs mən müəlliməm, sən müəllimsən, o müəllimdir. Biz müəllimik, birinci şəxsin cəmi, siz müəllimsiniz, ikinci şəxsin cəmi, bir də onlar müəllimdir. Bu artıq üçüncü şəxsin cəmidir. Şəxs şəkilçisi artırmış sözlər cümlədə təsdiq bildirir. Həkiməm, həkimsən, həkimdir və s. İnkar bildirmək üçünsə deyil sözündə və nə ilə də inkar bağlayıcısından istifadə edə bilərik. Müəllim deyiləm, müəlliməm və yaxud da ki, mən nə müəlliməm, nə də şagirdəm və s. Üçüncü şəxsin şəxs xəbərli şəkilçisi tələffüz zamanı D şəkilçisi D formasına düşə bilər. Məsələn, deyirəm ki,
müəllimdir. Tələffüz zamanı olacaq, müəllimdir. Bəzən cümlədə xəbərli şəkilçiləri ixtisar oluna da bilər. Mən müəlliməm, sən isə şagird. Burada artıq sansen şəkilçisi ixtisar olunmuş olacaq. Və nəzərdə saxlayaq ki, şəxs xəbərli şəkilçiləri heç bir zaman vurğu qəbul etməz.